Murad evdə? Evdədir, oturub dərs oxuyur. Muraddan nə əcəb? Hə, başlayıb oxumağa. Murada nə olur? Heç nə dərs oxuyur. Bəlkə Azəri. Ağız yox, yox, dərs oxuyur. Allah sənə çox şükür. Heç nə olmayıb, ay arvad, heç nə olmayıb, yox. Belə Allah kərim. bir təhər olub, son zamanlar bu adam lap belə, axı, bu həmişə sakit yatardı. Amma indi gecələr öz-özünə danışır. Vallahi mətəl qalmışam. Dünənləri oyanıb, qulaq asıram deyir ki, satmaram, yox, mən satmaram. Daha nə bilim nələr, başa düşmək olmur. Evdə də özünü bir təhər aparır. Fikirləşir, başa düşmək olmur, bilmirəm. İndi mən nə edəcəm? Nə edəcəm mən indi? Ay Allah! Çıxırsan, ürəyim qorxdu ki. Nə olacaq? Keflidir, ayaqsa dayana bilmir. Kim? Bizim kişini deyəndə onun boynu yerə soxurlar. Keflidir, ayaqsa dayana bilmir. Çıxıb dama ki, mən quş uçurdacaq. Bax, indi yıxılacaq, baş göz əziləcək. Ki, sənin kişi başı elə. Boynu yerə soxur. Ay Allah, indi mən haram daşı salmışım. Mən çıxıram, yoxdur ki, onu damla salsın aşağı. Kişi mən! Nə olub, niyə hakü salmısan? Narahat olma, düşürdərəm sənin əribi. Ali, hop! Tantamaz! Gel hele, kime atı versene direm! Ay, sən öləsən. Özün öletsen! Rüstəm gəldi. Rüstəm, Murada kömək elə, davud içib çıxıb dama. Uşağın gülü çatmaz salar yerə, sonra qonşuların dilindən düşmərik. Rüstəm, başına dönüm ay bala, onu sal aşağı. Yavaş, özün yıxılarsan. Dönmüş, ehtiyatlı ol ay balam. Gel Davut, ah böyle, ay! Yavaş, Yavaş Rüstəm. ay böyle, yavaş! Vay, ay da ziyabır oldu. Kül sənin başı belə. Sən də adı kişi qoymuşsan. Ay kürək gözün nə günə Bağırı kuru düşürsən? saat toyandıracağım ben! Qara quyruq girsin belə sən, onu kör görsünə. Nə olub? Nə olub abala? Fantamaz! Nə? Fantamaz! Ki sənin kişi boş. Ha? Ali,